Deməli, bugün aprel ayının 2-si. Bura Şuşa qəsəbəsi ilə üzbəüz olan yaşayış massividir, Yeni Ramana. Demək olar ki, bu ərazilərdə yaşayış yoxdur. Yalnız belə tək-tək adamlar gözədər, kişi xeylaqları, qadınlar çox az sayda demək olar ki, yoxdur. Və 3-cü gündür ki, yağış kəsib. 3-cü gündür yağış kəsib, amma hələ də bu vəziyyətdir, heç bir qurumun marağında deyil. Bir-iki dəfə Fövqəladə Hallar Nazirliyi gəlib, baxıb, gedib, bilmirəm, indi şəkil çəkdirmək üçün gəlmişdilər. Yoxsa amma Fövqələdənin hər halda, belə deyək də, əməkdaşlarının müəyyən əməyi var. İnsanların xilas edilməyində filan. Və məndə olan məlumata görə hətta burada bir-iki nəfər də tok vurub. Baxın, görürsünüz, bax, vəziyyət bu həddədir. Yəni, bura qalıb, günəşin ümidinə də, yəni gün nə vaxtsa çıxıb bu suyu qurutmalıdır ki, eynən, bax bu tərəfdə də eyni vəziyyətdir, indi göstərirəm. Baxın, ara məhəllələr eyni vəziyyətdir. Eyni vəziyyətdə də düz o başa qədər indi bu məhəllələrin birinə belə deyək, giririk, fikir verin. Və müəyyən məmurlar, məsələn, Bakının icra başçısı Eldar Əzizov deyir ki, deməli, qanunsuz tikililərə ancaq problem yaranıb. Sabunçu körpüsü də qanunsuz tikilmişdi. Masazırdakı yol mu qanunsuz tikilmişdi? Bax, insanlar, görürsünüz, uzun boğaz çəkmələrdə, sapoqlarda. Bax, vəziyyət budur, ta o başa qədər. Buradan da bu tərəfi də göstərirəm. İndi getdiyimiz yerə qədər gedə bilərik. Bilmirəm. Bircə dəqiqə soruşum. Mən burada batmaram görəm. Elə. Cəhd edəcəm də. Su artıb onda. Yox, azalır. Gəlib eləyən olub. Gəlib baxıb gediblər elə belə. Yoxsa saxlamırsan? Yox, yəni səsin gəlir, səsin gedir. Mənim səsim gedir. Hə. Yox, gəlib şey eləyirlər. Çəkirlər, azalır. 5-6 sant azalır. Bəlkə 7-8. Yəni 2 gündür yağış dayanıb 5-6 santı azalır. Aydın. Soruşacağam, edici saxlayır. Deməli, baxın, bax burada da indi risk edirəm, girirəm bura, bata da bilərəm. Bilmirəm nə tər olacaq, amma riskli də elədim. Baxın. Yəni vəziyyət bu yerdədir. Hə, deyirlər ki, nə bilim, ancaq qanunsuz tikililərdə deməli problem yaranıb. Yəni Sabunçu körpüsü də qanunsuzluğu, Masazırdakı yolda. Bu 300-400 manatla uşaq böyüdüb, əskər göndərən bu cəmaatdan siz nə istəyirsiniz? Hələ bir günahı da cəmaatda görürsünüz. Mənə kim deyə bilər, Bakıda qanunsuz qapında bir tualet tikmək olarmı? Bəli, qanunsuzdur, amma o tikililərin hər biri üçün, baxın, o tikililərin hər biri üçün yəqin ki, müəyyən yerlərə haqq verilib. Baxın, görürsünüz, bu vətəndaş neynəsin, nətər yaşasın, indi nə cür qayıtsın evinə. Burada bir yaşayış yoxdur, yəni tək-tük belə kişi xeylaqları, qadınlar çıxarılıb məhəllələrdən, görürsünüz. Və qismən nəsə cəhdlər olunur, amma bu kifayət deyil. Yəni burada daha böyük hadisələr baş verə bilər. Baxın. Yəni bir var, bir dəqiqəlik balaca bir kadr, bir də var ki, videonu dayandırmadan çəkirəm, baxın. Yəni nə vermişsiniz bu insanlardan ala bilmirsiniz? Başa düşürəm, anlayıram, amma dinəndə deyirsiniz ki, Norveçi də su bastı. Norveçdə pensiyası 2000 pul alır, nə bilim filan kəs 5000 maaş alır. Baxın, bütün həyətlər eyni qaydada suyun içərisində. İndi yenə də hər tərəfli bir risk edirik buradan çıxmaqla bağlı. Görün. Yəni ərazidə hələ ki heç bir nə bilim, su çəkən maşın filan gözə dəymir. Özüm bu ərazilərə yaxın yaşadığıma görə, yəni buralara da bələdəm. Bax, bildiyin, yəni göl. İndi sabah burada yayda hansı xəstəliklər baş qaldıracaq, hansı xəstəliklər yaranacaq, ta bax belə sağ, sol, hər tərəf eyni vəziyyətlər. Yəni hansı xəstəliklər olacaq, onu məncə, bax, görürsünüz,
Orada bir nəfər adam var. Bayaqdan bu qədər yol gəlmişik. Görürsünüz. Yəni bildiyin elə bu siz mənə nəyə xatırladır? Bu 93-cü ildə biz məcburi köçkün düşəndə belə o bəzi kəndlərin yanından keçirdin, görürdün ki, nadir hallarda bir cins belə gözə dəyir. Bax həmin vəziyyətdir. Görürsünüz. Baxın, bax burada artıq bütün zibillər üzə qalxacaq, nə bilim nə, o başa qədər də eyni vəziyyət və nəticə nə olacaq? Nəticə birinci növbədə yayda böyük xəstəliklər olacaq burada, ikinci növbədə və ən vacib məsələ, hələ yaya qədər burada nə qədər adamı tok vura bilər, bildiyim qədər elektrik cəryanları ayrılmayıb və buradakı evlərə baxın da, yəni baxın bu görürsünüz, bax bu evləri görürsünüz. Bu evə bir dənə divan, 2 dənə stol yerləşən evlərdir. Yəni malikanə deyil sizdəki kimi deyəsiniz ki, hə, belədir, filandır. Bax kasıbın tikdiyi qanunsuz dediyiniz tikili də bax budur. Bax qanunsuz tikilinin hasarını sayıram sizə neçə daşdır? 1 2 3 4 5 6 7 8. 1 metr 60 santimetr. Bax bu bayaqları gəldiyim həmin o yolun o birisi tərəfi. Yəni bax bu qanunsuz tikinti dediyiniz budur. Bu da heç kim kefindən gəlməyib. Bu rayonda çörək tapmayıb. Mən sizə deyim. Rayonda çörək tapmayıb gəlib bura. Başqa məsələ deyil. Bax. Yəni başdan ayağa çəkirəm ki, yəni buranı kəsdi ora caladı olmasın. Bu vəziyyət. Yəni bu qədərmi böyük problemdir? Bu qədərmi böyük bir məsələdir? Baxın, görürsünüz? Günlərdir insanlar bax bu şəraitdə yaşayır. Aidiyyəti qurumlara paylaşın bunu. Düzdür, veclərinə deyil, amma siz paylaşın da yenə də. Baxın, gölün içərisində bax belə bir vəziyyət. Görürsünüz? Baxın. Tək-tük, indi belə tək-tük insanlar gözə dəyir. Vəssalam.